Salam, hər vaxtınız xeyir olsun. Bir daha Kiyev şəhərindən bütün Azərbaycana, bütün dünya Azərbaycanlılarına salam olsun. Sizinlə bir mövzu haqqında danışmaq istəyirəm. Bəzən elə hallar olur ki, e, bu bir, iki, üç nəfərdə baş verəndə, yəni bunu belə deyim, göz ardına vurmaq olur, qulaq ardına vurmaq olur. Biraz düşünürsən ki, insandır, yəqin bu da belə bir təbiətli insandır. Amma bəzi şeylər artıq kütləvi halda baş verəndə, artıq bu dəb halına çevriləndə buna susmaq olmur, biganə qalmaq olmur. Biraz ağrılı-acılı yerimizdən olacaq, amma deyəcəm, artıq bu bir neçə ildir, artıq dəb halına çevrilib. Azərbaycanda belə bir tendensiya var. Öncə Allah cəmi şəhidlərimizə rəhmət eləsin, qazilərimizə Allahdan şəfa diləyim. Son zamanlar Azərbaycanda belə bir tendensiya var, dəb halına artıq çevrilib. Mən şəhid qardaşıyam, mən şəhidin xalası oğluyam, nə bilim, mən şəhidin atasıyam, mən sizdən çox xahiş eləyirəm, dönə-dönə xahiş eləyirəm, dəyməyin, şəhidin ruhuna hörmətlə yanaşaq. Şəhid çox ali bir zirvədir. Şəhidlik hər bir insana nəsib olmayan bir zirvədir. Bu şəhidin adından istifadə eləməyi bir kənara qoyaq. O, heç bir vətəndaşa, heç kimə imtiyaz vermir. Şəhidin adından danışa bilər bir onun ailəsi, həyat yoldaşı və bir də onun körpə balaları, hansı ki, işləmək iqtidarında deyil, az yaşlıdır. Bunlara hər birimizin əl tutmaq, yardım deməyəcəm, şəhidi o qədər də ucuzlaşdırmayaq. Şəhidin, nə də qazinin ailəsi, şəhidin balası yardıma möhtac olmamalıdır. Yəni, yardım adını öz leksikonumuzdan çıxardaq. Ona görə çox xahiş eləyirəm, bu şəhidin adını hallandırmayaq. Şəhidin ailəsi qalır bir qıraqda, körpə balası qalır bir qıraqda, yoldaşı qalır bir qıraqda, abır eləyir, həya eləyir. Şəhidin bibisi nəvəsi düşür ortaya ki, bəs mən şəhidin bibisi nəvəsiyəm, mənə bilirsiniz necə, sanki bir bunda bir, belə deyim, açar yaranır. Hamı buna bəçəşim deməlidir, hamı bunun qarşısında baş əyməlidir. Xeyr, əzizim, belə bir şey yoxdur. Yenə deyirəm, bəlkə məni qınayacaqsınız. Amma belə bir şey yoxdur. Şəhidin qardaşısan, Allah canını sağ eləsin. Toxunma, onun toxunulmazlığını qoru, saxla, istifadə eləmə o addan. Müəyyən bir qapıları döymək istəyirlər, müəyyən bir işi aşırmaq istəyirlər. Mən şəhidin qardaşıyam, mən şəhidin əmisi oğluyam. Dəyməyin. Elə bir şeylər var ki, vətən adına, ölkə adına, onlar toxunulmazdır. Onlardan da ən başda duranlardan biri də şəhid zirvəsi, şəhidlik zirvəsidir, şəhid adıdır. Dəyməyin, toxunmayın. Get özün öz işini həll elə. Nə bilim, müəyyən bir nələrsə qurmaq istəyirlər, xırda bir biznes qurmaq istəyirlər. Gəlir, mən şəhidin filan kəsiyəm. Salam əleyküm. Dəyməyin, toxunmayın. Bir daha deyirəm, şəhidin körpə balası, azyaşlı balası, ailəsi və bir daha, bir də onun əgər başqa bir qardaşı yoxdursa, belə deyək, valideyni, atası və anası. Əgər o şəhidin, o atanın, o ananın başqa bir evladı yoxdursa, istisnalar var. Bu istisnaları çıxmaq şərti ilə. Qalan heç kim və heç kimə o ixtiyar verilmir, o imtiyaz verilmir ki, şəhidin adından istifadə eləsin.
Əgər o atanın, o ananın başqa evladı, başqa oğlu varsa da, mən xahiş eləyərdim, bütün şəhid valideynləri qarşısında baş əyirik. Amma mən xahiş eləyərdim, şəhidin adını hallandırmayaq. Birinci özümüzdən başlayaq, özümüz öz şəhidimizə hörmət eləyək ki, qıraqdakılar hörmət eləsin. Sizi inandırım, elə şəhid ailələri var ki, elə şəhid valideynləri var ki, bu günə qədər bir dəfə olsun ağızlarını açıb öz evladlarının, öz balalarının adından nə istifadə eləməyiblər, nə də heç nə istəməyiblər. Bu çox həssas bir mövzudur. Ona görə bu şeyləri çox xahiş eləyirəm. Belə deyək, diqqətimizdə saxlayaq deyimmi, yoxsa bu şeylərə çox həssas yanaşaq. Bunun bu tərəfi. Digər tərəfi, mən bir də bir haşiyə çıxmaq istəyərdim, bir müqayisə eləmək istəyərdim. Ukraynada Azərbaycan əsilli hərbiçilərimiz var, şəhid olanlar var. Mən indi sizə bir video göstərəcəm. Baxın, görün, Ukraynada şəhid olan Azərbaycan əsilli soydaşlarımıza, vətəndaşlarımıza necə sayğı ilə, necə hörmətlə yanaşır yerli millət Ukraynalılar. Сьогодні річниця, як клятий ворог забрав героя українського і азербайджанського народу Фаїга Аскерова. Бачиш, мусульмані, християни, то є брати. Вони захищають свої родини, захищають свою країну. І наш брат, побратим Аскеров Фаїг Тахір Агли, річниця, як його нема. Нема з нами. Він пішов у Всесвіт до Бога, захищаючи нас. 84 азербайджанці віддали своє життя за нас, за нашу країну, за наші сім'ї, за наше майбутнє, за нашу незалежність. Царство Небесне вам, братики. Спочивайте з миром. За те, що ти подарував нам цей день. Шана тобі, честь, вічна слава. Дякую, Україні. Повернемо славу українського і азербайджанського народу. Шана вам, вічна пам'ять, наші рідненькі. Майдан, підготуватися до хвилини мовчання за захисниками, захисницями України, за українцями, за грузинами, за азербайджанцями, за нашими героями, хто віддав своє життя в цій клятій війні. Və mən inanmıram ki, belə bir dəyəri
Rus xalqı, nəinki Azərbaycan, heç bir xalqın, belə deyim, müharibədə həlak olmuş vətəndaşına belə bir sayğı göstərsinlər, belə bir diqqət göstərsinlər. Bu günlərin bir məlumat eşitdim, bəlkə də bilmirəm, çoxdanın məlumatıdır deyə bilmərəm, mən bu gün eşitdim. Elan veriblər, digər millətlərdən $40.000 qarşılığında birinci müqavilə bağlayanda, əmək haqqıdan, hər şeydən öncə müqavilə bağladınsa, $40.000 pul verirlər, təklif eləyirlər ki, cəbhədə döyüşsünlər. Yəni, əsgər axtarışındadılar, hərbiçi axtarışındadılar. Belə bir şey var. Mən hələ bu günə qədər, bəlkə də siz görmüsünüz, mən görməmişəm ki, Rus qeyri-millətlərdən olan hərbiçilərin həlak olduğunda onlara böyük bir ehtiramla, sayğı ilə nələrsə eləsinlər, bir törən yaratsınlar, yəni bunu xalqa çatdırsınlar. Yəni mən bunu görməmişəm. Bəlkə də siz görmüsünüzsə, müəyyən istisnalar ola bilər. Demirəm, Azərbaycanlılarımız var, diasporamız, cəmiyyətlərimiz həlak olan soydaşlarımız üçün bəli, milli adətlərlə, ənənələrlə, şəri baxımdan təşkil eləyirlər. Yəni bunu yenə də biz özümüz eləyirik. Yəni bunu Rusun adına çıxmaq düzgün deyil, haqsızlıq olar. Ən azından onu təşkil eləyənlərin əməyinə, zəhmətinə qarşı bir haqsızlıq eləmiş olarıq. Çünki bunu eləyən yenə mənim millətimdir, mənim soydaşımdır, Azərbaycanlılardır. Amma ruslardan hələ bunu görməmişəm. Ona görə də ruslar bunu eləmədiklərinə görə də bəlkə də deyə bilmərəm, bu bir siyasi baxışdır, nədir deyə bilmərəm. Və belə bir şeyləri təbliğ eləmədiklərinə görə bugünkü gündə Rusiyada Azərbaycanlı soydaşlarımız sıxışdırılır da, müəyyən yerlərdə xırda ticarətlə məşğul olanların, belə deyək, yerləri dağıdılır da, təpiklənir də, hörmət də yoxdur, izzət də yoxdur. Yəni, belə deyim, kimliyindən asılı olmayaraq hamıya bir qara gözündə baxırlar. Bütün bunların hamısı, baxın, bunun əlamətləridir. Mən burada yaşayıram deyin, fikirləşməyin ki, buranı tərifləyirəm. Yox, dostlar, burada yaşayanlar da yəqin ki, mənim sözlərimi təsdiqləyərlər. Mən necə dəfələrlə şahidi olmuşam, belə deyək, millətimiz burada da böyük ticarətlə, xırda ticarətlə məşğul olanlar var. Mən xırda ticarətlə məşğul olanlardan bir misal çəkəcəm. Mən dəfələrlə qulağımın şahidi olmuşam ki, yerli insanlar, Ukraynalılar, meyvə tərəvəz alanda Azərbaycanlı axtarıblar. Tam səmimi deyirəm, yenə deyirəm, mən burada yaşayıram deyin demirəm. Tam səmimiyyətimlə öz qulağımın şahidi olmuşam. Yerli də durur satır, ondan bir 15 metr, 10 metr aralıda bir Azərbaycanlı da durur satır. Vallahi də, billahi də Azərbaycanlının, belə deyim də, el dilində deyəcəm, toçkasının qabağında 3 nəfər, 5 nəfər də olsa dayanır, alır, növbə də yaranır. Amma Ukraynalıda təkam seyrək. Bunun hamısı bu təbliğatdan irəli gəlir, xalqa göstərməkdən irəli gəlir. Dövlət, hökumət bunu Azərbaycan şəhidinə dəyər verir və o bayraqlarımız şəhərin küçələrində gəzdikcə xalq kor deyil, hər şeyi görür. Və xalq da görür ki, mənim millətimdən ötürü, mənim torpağımdan ötürü, mənim uğrumda, mənim sabitliyim, mənim sakitliyim uğrunda həlak olan, şəhid olan o Azərbaycanlıdırsa, burada duran da Azərbaycanlıdır demək, irq, qan, kök eynidir. İstər-istəməz buradakına da hörmətlə yanaşır. Yəni sözümün canı odur, dostlar. Yəni bu millətin milli, mənəvi dəyərlərə verdiyi qiymət,
duyduğu sayğı, yəni həqiqətən fəxr olunası bir şeydir. Və mən bir Azərbaycanlı olaraq qürbətdə, Ukraynada, Kiyev şəhərində mən fəxr eləyirəm. Həqiqətən Azərbaycan bayrağını görən Ukraynalı o bayrağa sayğı, o bayrağa hörmət, ehtiram, yəni həqiqətən qürur verici bir şeydir. Və bütün bunların da hamısının fonunda Ukraynalıların Azərbaycan şəhidinə duyduğu sonsuz sayğı, hörmət, yəni bunu görməsəz, o anı yaşamasaz, yəni təsəvvür eləmək mümkün deyil. Və yenə də deyirəm, sonda sözümün canı odur ki, gəlin özümüz öz şəhidimizə, öz şəhidlərimizə hörmətlə yanaşaq. Ruhları şad olsun. Zaten yerləri cənnətdir, behişdir. Amma sonda yenə deyirəm, şəhidimizin adını harda gəldi hallandırmayaq. Bir qapını açmaq üçün, bir işimizi aşırmaq üçün o ali zirvədə olan şəhidimizə toxunmayaq. Yəni biz nə qədərindən sonra yaşasaq, nələr etsək, o şəhidin etdiyinin bəlkə də %1-ni nə edə bilmərik, nə qaytara bilmərik. Ona görə sizdən sonda son dərəcədə xahiş edirəm. Şəhid adını, şəhid toxunulmazlığını qoruyaq və saxlayaq. Özünüzdən müğayət olun. Bir daha dünya Azərbaycanlılarına salam olsun.